Salam əziz şagirdlər. Deməli, doyan doymayan buxar mövzusunda istəyirəm ki, sizə yeni düşən testləri, yəni 2025 test toplusunda yeni salınmış testlərdən bir neçəsinin izahını verim. Deməli, məsələn, bunlardan 67-ci nömrəli test yeni salınmış testlərdən biridir. Bu testin izahından başlayaq. Porşenin altında doyan su buxarının halının dəyişməsi Rho diaqramında verilibdir. Bir nöqtəsinə uyğun buxarın kütləsi 20 qramdır. Bir nöqtəsində buxarın kütləsi 20 qram verilibdir. İki nöqtəsinə uyğun suyun kütləsi bir nöqtəsinə uyğun suyun kütləsinə nisbətən nə qədər dəyişib? Bizdən bunu istəyir. İki nöqtəsinə uyğun suyun kütləsi bir nöqtəsinə uyğun suyun kütləsinə nisbətən nə qədər dəyişib? İndi baxırıq ki, birinci qrafikin bu hissəsinə. Birinci hissədə görürəm ki, həcm dəyişmir. Sıxlıq 3 dəfə artır. Doyan buxarın hansı prosesinə uyğun gəlir bu? Sıxlıq 3 dəfə artır, həcm sabitdir. Yəni, izoxor qızma prosesi. İzoxor qızma prosesində Rho bərabər M böl V, həcm sabitdir. Qızma prosesində buxarın sıxlığı 3 dəfə artır, demək buxarın kütləsi də 3 dəfə artar. Düzdürmü? Buxarın kütləsi 3 dəfə artır. Bir nöqtəsində buxarın kütləsi 20 qramdır. Demək ki, bu nöqtədə buxarın kütləsi olacaq 60 qram. Daha sonra qrafikin digər hissəsinə baxaq. Qrafikin, baxın, bu hissəsində. Sıxlıq sabitdir. Həcm nə edib? V0-dan gəlib 3V0-a. Həcm 3 dəfə artıb. Sıxlıq sabitdir. Kütlə nə edib? Buxarın kütləsi 3 dəfə artır. Buxarın kütləsi 60 qramdan gəlir. 3 dəfə artır olur. Neçə qram? 180 qram. Buxarın kütləsi olacaq burada 180 qram. Demək ki, başlanğıcda, baxın, doyan buxar halı nə deməkdir? Doyan buxar halı odur ki, qabın içərisində maye var və onun üzərində nə var? Buxar var. Yəni, su və buxar halı deməkdir, doyan buxar halı. Deyir ki, başlanğıcda buxarın kütləsi 20 qram idi. Bir nöqtəsində, yəni həcmin V0 dəyərində buxarın kütləsi 20 qram idi. Daha sonra buxarın kütləsi, yəni həcm 3 dəfə artmaq nə deməkdir? Yəni, bu porşeni yuxarı qaldırdıq. Yəni, buxarın tutduğu həcmi neynədik? 3 dəfə artırdıq. V0 həcmindən gətirdik 3V0 həcminə. Buxarın kütləsi artdı, oldu 20 qramdan 180 qrama qalxdı. Buxarın kütləsi 180 qram qalxdısa, başlanğıcda 20 qram idi. Neçə qram su buxarlanıbdır? Yəni, 20-dən 180-ə buxarın kütləsi 20 qramdan 180-ə 160 qram dəyişib də, düzdür? Buxarın kütləsi 160 qram artıb. Öncə 20 qram buxar var idi burada, qabın içərisində. Öncə 20 qram buxar var idi. Daha sonra 180 qram buxar alınıbdır həcm artdıqca. Həcm 3V0-a gəldikcə buxarın kütləsi artıb 180 qram olub. 160 qram buxarın kütləsi artıbsa, demək ki, suyun 160 qramı buxarlanıbdır. Yəni, 160 qram su buxara çevrilibdir. Düzdürmü? Buxarın kütləsi artıbsa, suyun kütləsi neyniyib? Yəni, 160 qram su buxara çevrilibsə, suyun kütləsi 160 qram azalıbdır. Deməli, deyir ki, 2 nöqtəsinə uyğun suyun kütləsi 1 nöqtəsinə uyğun suyun kütləsinə nisbətən 2 nöqtəsinə çatanda suyun kütləsi 160 qram azalmış olur. 160 qram azalıbdır. Daha sonra 68-ci testə baxaq. Qapalı qabda deyir, buxarın izotermik genişlənməsi qrafiki verilibdir. İzotermik genişlənmə, həcmin artması. Baxırıq, buxarın kütləsinin həcmdən asılılıq qrafiki verilibdir. Gəlin, qrafikləri analiz edək. Qrafikin AB hissəsinə fikir verək. AB hissəsində görürük ki, buxarın kütləsi artır, həcmi artır. İzotermik genişlənmə prosesidir. M buxar bərabərdir Rho buxar V. Deməli, baxaq doyan buxar halına. Qabın içərisində mayedir və onun üzərində buxar halıdır, düzdür. İzotermik, temperatur sabitdir. Buxarın tutduğu həcmi artırıram. Yəni, porşeni yuxarı çəkirik, genişləndiririk. Porşenin yuxarı hərəkətidir.
su get-gedə neyinir? Buxara çevrilir. Suyun miqdarı azalır, buxarın miqdarı artır. Genişlənmə prosesində. Buxarın miqdarı artır. Porşeni yavaş sürətlə yuxarı qaldırdıqca, yəni suyun kütləsi azalır, buxarın kütləsi artır və nəhayət qabın içərisində yalnız nə qalır? Həcm artdıqca. Həcm artdıqca artıq burada sadəcə buxar qalacaq. Sadəcə buxar qaldı. Yəni qabda olan suyun hamısı çevrildi nəyə? Buxara. Bu hala deyirik doymayan buxar halı. Doymayan başlanğıcda doyan buxar halıdır bu hər iki hal. Aha, deməli doyan buxar izotermik genişlənmə nəticəsində çevrildi doymayan buxara. Doymayan buxara çevrildi. İndi demək ki, AB hissəsində doyan buxar halıdır. Buxarın kütləsi artır. Çünki porşeni yuxarı hərəkət etdirdikcə su neyinir? Buxara çevrilir. Su buxarlanır. Suyun kütləsi azalır, buxarın kütləsi artır. İndi deyir, doyan buxarın izotermik genişlənməsi prosesinə aiddir. Doyan buxarın izotermik genişlənməsi prosesi deməli izotermik genişlənmə hər ikisinə aiddir. Hər ikisinə aiddir. Daha sonra doymayan buxarın izotermik, doymayan olaraq izotermik genişlənmə olaraq hər ikisi izotermik genişlənmədir. Bu isə uyğundur doyan buxara, bu isə uyğundur doymayan buxara. Nəyə görə BC hissəsi doymayan buxar oldu? Çünki fikir verdiniz, izotermik genişlənmə nəticəsində neynədik? Doyanı doymayana çevirdik, düzdür? Doymayan buxar halında artıq buxarın kütləsi dəyişmir. Buxarın kütləsinin dəyişməmə səbəbi isə artıq doymayan buxar halında burada buxara çevriləcək bir maye yoxdur. Ona görə buxarın kütləsi burada artmır. Porşen genişləndikcə artıq qabın içərisində doymayan buxar halında sadəcə buxar var. Yəni burada artıq maye yoxdur. Ona görə buxarın kütləsi sabitdirsə, demək ki, bu doymayan buxar halına uyğundur. Doymayan buxarın izotermik genişlənməsi 2 uyğundur BC hissəsinə, 1 uyğundur AB hissəsinə. Buxarın sıxlığı sabit qalır. Buxarın sıxlığı sabit qalır. Gəlin baxaq. Doyan buxarı izotermik genişləndirsəm, ρ bərabər M böl V, düzdürmü? Buxarın sıxlığı görək necə dəyişir. Doyan buxar halında izotermik genişləndirdik, həcm artdı, buxarın kütləsi artdı. Sıxlıq sabit qalacaq. Doymayan buxar halı üçün də yazıram. M böl V. Genişləndirdik. Buxarın kütləsi sabit, sıxlıq neynəyəcək? Azalacaq. Buxarın sıxlığı sabit qaldı harda? Doyan halda. Doyan buxar halında. 3 uyğundur doyan buxar halına. Buxarın sıxlığı azalır, doymayan buxar halına uyğundur. 4. Buxar molekularının orta kinetik enerjisi sabit qalır. Orta kinetik enerji bilirik ki, 2-də 3 kT. Temperaturdan asılıdır. Hər iki proses izotermik prosesdir. Yəni doyan buxar halda da, doymayan buxar halda da. Temperatur, orta kinetik enerji də yalnız temperaturdan asılıdır. Temperatur sabitdirsə, orta kinetik enerji də sabitdir. 5 uyğundur hər ikisinə. Buxar molekularının orta kvadratik sürəti. Orta kvadratik sürət də kök altda 3 kT bölək M0-a görə. Orta kvadratik sürət K sabit kəmiyyətdir. Ona görə temperatur da sabitdir. Orta kvadratik sürət də sabit olacaq. Hər ikisinə uyğundur. Deməli 1, 3, 1-ə uyğundur. 5, 6, 2-yə uyğundur. Deməli 1, 3, 1, 3. 5, 6, 5, 6, 2-yə uyğun olmalıdır. 5, 6, 2-yə uyğun olmalıdır. 2-yə. 2, 4 də 3-ə uyğun olmalıdır. 2, 4, 3-ə uyğun olmalıdır. Yerləri dəyişik düşüb. Yəqin ki, bunun D variantına uyğun gəlir. 1, 3, 2, 4, 5, 6 şəkli D variantına uyğun gəlir. 2 ilə 3-ün yeri çox güman ki, burada dəyişik düşüb. Burada 3 olar, burada 2. Belə. Sonra baxaq 50, 69. Doyan buxarın izotermik genişlənməsi. Düzdür, bu köhnə testlərdəndir. Mən istəyirdim ki, sadəcə yeni salınmış testlərin izahına baxaq. 71-ə baxaq. Qapalı qabdakı su buxarının izotermik sıxılması prosesi verilibdir. Su buxarının izotermik sıxılması. Demək, qapalı qabdakı su buxarının izotermik sıxılması, yəni doymayan buxarın. Doymayan buxarın izotermik sıxılması prosesi verilibdir. Bir halından gedirik sıxılma prosesidir. Gəldik 2 halına kimi doymayan buxar halıdır.
2-3 hissəsi, qrafikin 2-3 hissəsi isə doyan buxar halına uyğundur. Bir nöqtəsinə uyğun buxarın kütləsi deyir 300 qramdır. Bu nöqtədə buxarın kütləsi 300 qramdır. Deməli, doymayan buxar halında 300 qram buxar var. 3 nöqtəsinə uyğun kondensasiya olunmuş, yəni mayaya çevrilmiş suyun kütləsi neçə qramdır? Bu nöqtədə suyun kütləsini bizdən istəyir. Deməli, 300 qramdır bu hissədə. Doymayan buxar halında buxarın kütləsi dəyişmir. Buxarın kütləsi dəyişmir. Yəni, həcm 5V-dən 3V-yə düşənə kimi, 2 nöqtəsinə kimi buxarın kütləsi sabitdir, 300 qramdır. Aha. Daha sonra baxırıq 2-dən 3-ə. 2-3 hissəsinə doyan buxarın həcmi 3V-dən V-yə düşür. M bərabər rho V. Sıxlıq sabitdir. Təzyiq həcm qrafikidir. Biz bilirik ki, doyan buxarın təzyiq, sıxlıq, konsentrasiyası nə vaxt sabit olur? Hansı prosesdə? İzotermik genişlənmə və ya sıxılma prosesində. İzotermik prosesdə doyan buxarın təzyiq, sıxlıq, konsentrasiyası sabitdir. Düzdürmü? Burada görürük ki, 2-3 hissəsində təzyiq sabitdir. Demək ki, bu izotermik prosesə uyğundur. Aha. Təzyiq sabitdir, sıxlıq da sabitdir. Sıxlıq sabitdir. Həcm 3V-dən V-yə düşüb 3 dəfə azalır. Buxarın kütləsi də 3 dəfə azalacaq. Deməli, 2 nöqtəsində buxarın kütləsi 300 qramdırsa, 3 nöqtəsində buxarın kütləsi 3 dəfə azaldı, oldu 100 qram. Yaxşı, buxarın kütləsi 300 qramdan 100 qrama qədər azaldı. Buxarın kütləsi 300 qram idi. Həcmi azaltdıq biz. Düzdürmü? Həcmi azaltdıq. Buxar kondensasiya edir, çevrilir mayaya. Buxarın miqdarı 300 qramdan 100 qrama düşürsə, neçə qram buxar suya çevrilib? Buxarın neçə qramı kondensasiya edib? Demək ki, 200 qramı kondensasiya edib. Çevrilib nəyə? Suya. 200 qram buxarımız suya çevrilib kondensasiya edibdir. Demək ki, 3 nöqtəsində suyun kütləsi neçə qram imiş? 3 nöqtəsində suyun kütləsi 200 qram olub. 72 nömrəli testdə deməli deyir ki, su buxarının izotermik genişlənmə prosesi verilibdir. A nöqtəsinə uyğun buxarın kütləsi, bu nöqtədə buxarın kütləsi 100 qramdır. Həmin nöqtəyə uyğun suyun kütləsini istəyir. Elə bu nöqtədə M suyu istəyir bizdən. Deməli, baxırıq ki, qrafikin birinci hissəsi, bu hissə doyan buxar halına uyğundur. Qrafikin digər hissəsi, yəni sıxlığın həcmdən tərs asılı hissəsi doymayan buxar halına uyğundur. Doymayan buxar halında biz bilirik ki, buxarın kütləsi sabit qalır, dəyişmir. Buxar molekullarının eyni zamanda sayı da dəyişmir. İndi baxaq. A nöqtəsində buxarın kütləsi 100 qramdır. Doyan buxar halında qabın içərisində biz bilirik ki, nə var? Qabın içərisində su və onun üzərində buxar var. Düzdür? Su və buxar var. Başlanğıcda həcm V0-dır. V0 həcmində buxarın kütləsi 100 qramdır. Həcm V0-dan 4V0-a gəlib 4 dəfə artıbdır. Düzdürmü? Rho bərabərdir M böl V. Rho buxar, M buxar. Həcm 4 dəfə artıb. Buxarın kütləsi də 4 dəfə artarmı? Sıxlıq sabitdir. Sıxlıq konstantdır. Onda 4V0 həcminə uyğun, bu nöqtəyə uyğun buxarın kütləsi olacaq 400 qram. Aha. Daha sonra 4V0-dan 6V0-a qədər dediyimiz kimi buxarın kütləsi doymayan buxar halında sabitdir, dəyişmir. 400 qram olur buxarın kütləsi. Bizə lazımdır, deməli, A-dan B-yə gələndə buxarın kütləsi, yəni həcm 4V0 artanda, başlanğıcda buxarın kütləsi 100 qram idi. Həcmi artırdıqda, porşeni yuxarı qaldırdıq. Həcmi artırdıq, suyun kütləsi azaldı, buxarın kütləsi artdı, oldu 400 qram. Aha, həcmi artırdıqca. Deməli, nə qədər su buxara çevrildi? Suyun kütləsi azaldı axı. Öncə buxarın kütləsi 100 qram idi, indi oldu buxarın kütləsi 400 qram. Demək ki, 300 qram su buxara çevrilibdir. Yəni, 100 qram idi öncə, buxarın kütləsi 300 qram artıbdır da. Demək ki, 300 qram su buxarlanıbdır. 300 qram su buxara çevrilibdir. Artıq bu nöqtəyə çatandan sonra qabın içərisindəki suyun hamısı buxarlanır. Yəni, qabın içərisində yalnız buxar halı qalır. Çünki doymayan buxar halına artıq keçirik. Doymayan buxar halında suyun kütləsi sıfırdır. Artıq porşenin altında olan,
Yəni suyun hamısı buxara çevrilibdir, buxarlanıbdır. Artıq qabın içərisində sadəcə buxar var. Yəni suyun 300 qramı daha buxarlanıbdır. Ona görə deyirik ki, A nöqtəsində suyun kütləsi 300 qram imiş. Deməli, suyun kütləsi 300 qram imiş, buxarın kütləsi 100 qram. Həcm 4V0-a çatanda artıq siz porşeni burada çox yavaş sürətlə yuxarı çəkirik. Get-gedə 300 qram su buxarlanır. Artıq 4V0 həcmində qabdakı suyun hamısı tamamilə buxarlanmış olur. Yəni artıq suyun hamısı buxarlanır, doymayan buxar halına keçid edilmiş olur. Yəni deməli A nöqtəsində suyun kütləsi 300 qram imiş ki, 300 qram su buxarlanıb buxara çevrilibdir. 72-yə baxdıq. Keçək, baxaq burada 73 nömrəli testdə. Porşenin altında doyan su buxarının halının dəyişməsi diaqramı verilib. Suyun qrafikin bir nöqtəsinə uyğun kütləsi. Bir nöqtəsinə uyğun suyun kütləsini bizə veribdir. M suyu 300 qram. Suyun kütləsi 300 qramdır. 2 nöqtəsinə uyğun kütləsi isə 200 qramdır. 2 nöqtəsində suyun kütləsi 200 qramdır. Bir nöqtəsinə uyğun buxarın kütləsini istəyir. Bu nöqtədə buxarın kütləsini. Deməli, suyun kütləsi başlanğıcda 300 qram idi. Sonda suyun kütləsi olub 200 qram. Suyun kütləsi 100 qram azalıbdır. 100 qram azalan su nəyə çevrilib? Buxara. Deməli, 2 nöqtəsində buxarın kütləsi 1 nöqtəsindən 100 qram çoxdur. M2 bərabərdir. M1 üstə gələk 100. İndi gəlin yazaq. Başlanğıcda 1 nöqtəsində buxarın sıxlığı ρ0-dır. 2 nöqtəsində buxarın sıxlığı 3 ρ0-dır. Bərabərdir. 1 nöqtəsində kütləyə baxaq. 1 nöqtəsində buxarın kütləsinə deyirəm M1 bölürəm 1 nöqtəsindəki həcm V0-a. 2 nöqtəsindəki buxarın kütləsi M1 üstə gələk 100 bölürəm 2 nöqtəsinə uyğun həcm 2V0-a. ρ0-lar ixtisar gedir. Sol tərəfdən 3də 1 qalır. Bərabərdir. M1 bölü V0, 2V0 yuxarı çıxdı. Burada qaldı M1 üstə gələk 100. V0-lar getdi. Çarpaz vursaq 6M1 bərabərdir. M1 üstə gələk 100. 5M1 bərabərdir 100. M1 bərabərdir 20 qram. Demək ki, bir nöqtəsində buxarın kütləsi 20 qramdır. 2 nöqtəsində buxarın kütləsi buradan taparıq ki, 120 qramdır. 120 qramdır. Demək ki, 20 qramdan 120 qrama fikir verin, buxarın kütləsi 100 qram neyiniyib? Artıbdır. Suyun kütləsi 100 qram azalmışdır. 100 qram azalan su neyiniyir? Buxara çevrilibdir da. Suyun 100 qramı buxara çevrilibdir. Demək ki, bir nöqtəsində buxarın kütləsi başlanğıcda 20 qram imiş. Suyun kütləsi 300 qram verilmişdi bizə. Suyun kütləsi 300 qramdan 200 qrama düşübdür. Suyun kütləsi 100 qram azalanda həmin 100 qramsı buxara çevrilibdir. 2 nöqtəsində buxarın kütləsi olub 120 qram. Bizdən bir nöqtəsinə uyğun buxarın kütləsini istəyirdi. Təyin etdik ki, bir nöqtəsində buxarın kütləsi 20 qramdır. 73 nömrəlini izah elədik. Baxaq burada yeni testimiz. Keçdik növbəti mövzuya. Deməli, buradan məsələn, gəlin elə 74-də də baxaq, yekunlaşdıraq. Porşenin altında su və onun doyan buxarı var. Doyan buxarın halının dəyişməsinə. Baxın, təzyiq sabitdir. Necə demişdik? Yadımızda saxlayaq. İzotermik genişlənmə prosesidir. Doyan buxarın təzyiq, sıxılıq, konsentrasiyası dəyişmir. Sabit qalır. Verilən doyan buxarı halını gəlin tez təsvir eləyək, gözümüzün önündə olsun. Deməli, burada suyumuz var, burada buxarımız var. Düzdürmü? Doyan buxar halı. Doyan buxarı neynirəm? İzotermik genişləndirirəm. Porşeni yuxarı qaldırıram. Porşeni yuxarı qaldırdıqca su neynir? Buxara çevrilir. Su buxarlanır. Yəni, su buxara çevrildikcə buxarın kütləsi artır. Suyun kütləsi neynir? Azalır. Məsələn, sıxlığı təyin etmək istəsəz, ρ bərabər M bölü V yazırsınız. Buxara görədir bu düsturdakı kəmiyyətlər. Həcm neynir? Artır. Qrafikdən görürük ki, həcm artır. Genişlənmə prosesidir. Buxarın kütləsi artır. Kəsirin sürət və məxrəci artır. Kəsirin qiyməti sabit qaldı. Sıxlıq dəyişmədi. Eynən konsentrasiyanı tapa bilərsiniz. N bölü V.
Həcm artır. Buxar molekullarının həcm artdıqca su buxara çevrilir. Buxar molekullarının sayı artır, konsentrasiya dəyişmir. İndi artar, suyun kütləsi neynir? Azalır. Suyun kütləsi azalır. Buxarın kütləsi artır. Buxar molekullarının konsentrasiyası dəyişmir. Buxarın sıxlığı dəyişmir. Suyun həcmi azalır. Bu qədər sadə. Yaxşı, bir dəfəlik 75-ə də baxaq, yekunlaşdıraq. Qapalı qabdakı suyun və onun üzərindəki doyan su buxarının qızdırılması zamanı halının dəyişməsi koordinatlarda verilibdir. Gəlin müəyyənləşdirək. AB hissəsi doyan buxar halına uyğundur. BC hissəsi doymayan buxar. Doymayan buxar bildiyimiz kimi ideal qaz qanunlarına tabidir. Təzyiq temperaturdan düz asılıdır. Demək ki, həcm sabitdir. Yəni BC hissəsində doymayan buxar halıdır. İdeal qaz qanunlarına tabi olur. PV mütənasib T. Təzyiq temperaturdan düz asılıdırsa həcm sabitdir. Qrafikin AB hissəsi isə doyan buxar halına uyğundur. İndi baxaq. Deməli, bizə şərtdə də deyir ki, su və onun üzərindəki doyan su buxarının qızdırılması prosesi baş verir. Yəni, doyan buxarın qızdırılması prosesidir. Su və onun üzərində buxar var. Yəni, doyan buxarın qızdırılması prosesidirsə, temperatur artır, həcm nədir? Sabitdir. Yəni, izoxor qızma prosesi baş verir. İndi, həcm sabitdir, porşenin yerini dəyişmirik. Su qızdırılırsa əgər, su neyniyir? Buxarlanır. Yəni, buxarın kütləsi artır, suyun kütləsi azalır. Sıxlığa baxsaq, M/V ilə baxırsınız. Həcm sabitdirmi? Buxarın kütləsi artırmı? Qızdırdıqca suyu, su buxarlanır. Buxarın kütləsi artır, sıxlıq artır. Konsentrasiyanı tapsaq, N/V. Həcm sabit, buxar molekullarının sayı artır, konsentrasiya artır. Təzyiqə baxsaq, NKT. Deməli, temperatur artır, suyu qızdırırıq. K sabit kəmiyyətdir. Buxar molekullarının sayı artır. Təzyiq həm konsentrasiyanın, həm temperaturun hesabına neynir? Artır. Daha sonra A nöqtəsində hansı hal uyğundur ki, o halda qabın içərisində olan suyun kütləsi maksimal olur. Düzdürmü? Daha sonra A-dan B-yə getdikcə doyan buxarın izoxor qızma prosesidir. B nöqtəsinə çatanda artıq suyun kütləsi olur 0, qabın içərisində artıq su qalmır. Yəni olan suyun hamısı çevrilir buxara. Yəni suyu qızdırdıqca suyun kütləsi azalır, buxarın kütləsi artır. Qeyd elədiyim kimi B nöqtəsində artıq çevrilir suyun hamısı tamamilə buxara. Qabın içərisində yalnız buxar qalır. Bu hala deyirik doymayan buxar halı. Artıq qabın içərisində hamısı buxardır. Artıq B nöqtəsindən C-yə kimi doymayan buxar halıdır. Doymayan buxar halıdır. Doymayan buxar halında buxarın kütləsi artıq dəyişməyəcək. Rho bərabərdir M/V-dir. Düzdürmü? Həcm sabitdir, buxarın kütləsi sabit. Sıxlıq da sabitdir. Konsentrasiyaya baxsaq, N bərabərdir N/V. Həcm sabit, buxar molekullarının sayı da sabit, konsentrasiya da sabit. Təzyiqə baxsaqsa, P bərabər NKT. K Boltzmann sabiti, sabit kəmiyyətdir. Temperatur artır, konsentrasiya sabit, təzyiq artır. İndi birdən qaldı bizim uyğunlaşdırma hissəmiz. Gəlin indi uyğunlaşdıraq. Biraz çox qarışıq görünə bilər, amma məncə tam aydın oldu. Baxdıq AB hissəsində. Deyir, buxar molekullarının konsentrasiyası artır. Biz doyan buxar halını burada analiz eləmişdik. Göründüyü kimi buxar molekullarının konsentrasiyası artır demişdik. Deməli, uyğun oldu A. Buxar molekullarının konsentrasiyası azalır. Konsentrasiya azalır demişikmi? Xeyr. B uyğun olmadı. Buxar molekullarının konsentrasiyası sabit qalır. Doymayan buxar halı üçün konsentrasiyanın sabit olduğunu qeyd eləmişdik. B hissəsi üçün. Suyun kütləsi maksimumdur. A nöqtəsində suyun kütləsi maksimumdur. Buxar doymayan haldadır. B hissəsində. Y getdi B hissəsinə. Bu qədər.